O sükana tez-tez qafas vurursa bilin ki o qafas sabah sizə də deyəcək. Həyatda rola girə bilirlər. Amma çox maraqlı bir şey var ki, sükan arxasında rola girə bilmirlər. Mənə gəlir ki, elə adi həyatımızda da xatalı adamlardan uzaq durmaq lazımdır, onları uzaqlaşdırmaq lazımdır. Sən sürəti artırırsan, götürməni tutarasa, o da sürəti artırır və özünü və səni radara salmamış sakitləşmir. Sürücülük vəsiqəsi var, nəzəri biliyi var. Amma praktikaya gələndə çətinlik yaşayır. Onlar söz başa düşmürlər. Onlar maarifləndirmə var. Onlara qamçı, dırnaq içində qamçı lazımdır. Qamçı nədir? Cərimə. Cərimə sürücülük mədəniyyətini formalaşdıra bilirmi sizcə? Sizin zolağınızı əlinizdən aldı. Sizin yaşamaq hüququnuzu əlinizdən aldı. Biz yeganə ölkələrdənik ki, sürücü piyadadan qorxur. Piyada heç nədən qorxmur. İllərdir ki, avtomobil idarə edir, qaydaları da bilir, amma yenə də özünü riskə atır. Tüm xətalı sürücüləri buraxın, sizin həyatınızdan çıxıb getsinlər ki, siz sağ-salamat olasınız. Hər vaxtınız xeyir, Hardan Başlamalı efirdədir. Hardan Başlamalının bugünkü qonağı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Aqil bəy, xoş gəlmisiniz. Axşamınız xeyir. Vaxt itirmədən istərdim ki, tamaşaçıları, bizim insanımızı narahat edən, eyni zamanda onları maraqlandıran mövzuya və suallarımıza keçək. Aqil bəy, bizim sürücülərimiz daha çox qaydaları bilmədiyi üçünmü pozur, yoxsa bilə-bilə risk edirlər? Sürücülər bu barədə iki hissəyə bölünürlər. Birinci qrup sürücülər təcrübəsizlikdən qanunu pozurlar. Yəni qaydaları bilmədiklərindən pozurlar. Amma bir kateqoriya da var, illərin sürücüsüdür. Artıq arxayınlaşıblar. Onlar qaydaları çox gözəl bilirlər, amma gözəl dırnaq içində gözəl şəraitdə də pozurlar. Yəni qaydaları onlar kəskin şəkildə pozurlar. Bax bu iki kateqoriya var. Yeni başlayan sürücülər bir çox hallarda çox həssaslıqla yanaşırlar yollara, işarələrə. Onlar necə olur ki, həmin o qaydanı pozurlar? Baxın, əgər yəni bu informasiyanın ardıcıl gəlməyi, naşıllıqmı, təcrübəsizlikdən mi irəli gəlir, yoxsa başqa detal da var? Yox, birinci növbədə təcrübəsizlikdən gəlir və yaxud təcrübənin az olmasından gəlir. Siz özünüz bilirsiniz ki, sürətli bir dövrdə yaşayırıq. İnsanlar təlimə çox vaxt sərf eləmək istəmirlər. Əslində İngiltərədə, Birləşmiş Ştatlarda 70-80 saat deməli insan maşın sürməlidir və bəzi ştatlarda, Amerikanın bəzi ştatlarında hətta 80 saat sürdükdən sonra bir il ərzində yanında təcrübəli sürücü olmalıdır. Mən suala bəs yerə vermədim. Məhz o məsələyə görə ki, sürücülük vəsiqəsi var, nəzəri biliyi var. Bəli. Amma praktikaya gələndə çətinlik yaşayır. Bəli, bəli. Deməli, bilirsiniz necədir? O nəzəri biliklər bir qırağa, onların yollarda tətbiqi tamam başqadır. Yəni nəzəri oturmusan, qabağında çay, kofe, qaydaları oxuyursan, hər şey aydındır. Hər şey rəhlidir, yollara çıxırsan, həmişə rəhli yollar olmur, alqara yollar olur, çalalı yollar olur və bilirsiniz, eyni zamanda artıq təkcə nəzəriyyə yox, eyni zamanda həm maşın sürməlisən, həm insanlar, bəzi insanlar təkərin altına girmək istəyirlər, onları basmamalısan. Maşınlar qaydaları bəzən pozurlar, deməli, onlara da fikir verməlisən, deməli, həm özünü qəzadan qorumalısan və eyni zamanda qaydalara, deməli, yol nişanlarına baxmalısan. Ona görə burada artıq... Təzə başlayanda da bunlar hamısı birdən-birə çətin gəlir. Deməli, bir neçə işi birdən görməlisən. İnsan beyni isə ilk vaxtlarda bir neçə işi birdən görə bilmir. Təcrübə artdıqca artıq sənin elə bir ki, dırnaq içində 8 gözün olur. Həm nişanları görürsən, həm adamları görürsən, maşınları görürsən, hər şeyə reaksiya verirsən. Amma buna bir balaca vaxt lazımdır, 1 il, 2 il lazımdır. Mən məsləhət görərdim ki, insanlar təlimə ciddi, deməli, praktiki təlimə ciddi fikir versinlər. Çoxları nəzəriyyə ciddi fikir verirlər, hazırlaşırlar, keçirlər, amma təlimə 10 dərsdən artıq gəlmək istəmirlər. Bu təlim dediyimizdə atanın maşını, dayının maşını, əminin maşını sürməkmi nəzərdə tutulur, yoxsa peşəkar məşqçi ilə bir yerdə çalışır? Professional müəllimlə məşğul olmaqdan gedir. Deməli, bilirsiniz necədir? Söhbət nədən gedir? Bəziləri deyirlər ki, elə dayım öyrədər, atam öyrədər də, niyə təlimə gedim, niyə pul xərcləyim, niyə vaxtımı itirim? İş orasındadır ki, qəribə bir şey var. Deməli, insan ola bilsin ki, çox güclü maşın sürə bilsin, yaxşı maşın sürə bilsin. Amma hər insanda o biliyi başqasına ötürmək qabiliyyəti yoxdur. Bu yalnız yaxşı müəllimlərə xas olan cəhətdir ki, həmin o biliyi
ötürə bilsin. Bunu yalnız müəllim eləyə bilər. Pedaqoq olmalıdır gərək. Deməli müəllim olmalıdır, güclü müəllim olmalıdır, onun metodikası olmalıdır. Axı adi insan müəllim deyil, yaxşı maşın sürə bilər, amma onun izahatını vermək, təmkinlə izahat vermək onlara çətindir. Bir də ki, deməli qohumlar maşın öyrədəndə çox əsəbi olurlar. İzah edirəm niyə? Onların ayağının altında, təlimçinin ayağının altında olan tormuz pedalı yoxdur. Onlar hər an qorxurlar ki, birdən öyrətdikləri adam səhv edər, yol əvəzinə gedər dükana girər. Amma təlim müəllimləri çox təmkinli olurlar. Niyə? Onların ayağının altında tormuz pedalı olduğuna görə onlar rahat dərs deyirlər. Onlar tormuz pedalına basmırlar. Amma lazım olsa basacaqlar. Və o həyəcan olmadığına görə deməli axı Bu rahatlıq verir onlara. rahatlıq verir. Qohum həyəcanlı olanda o həyəcan keçir öyrətdiyi adama. Amma müəllim sakit olanda birazdan tələbə də sakit. Birinci dərs həmişə həyəcanlı gəlirlər. Amma müəllimin sakitliyini görüb onlar da sakitləşirlər. Hər cəhətdən təlimə gəlmək daha məsləhətdir. Və avtomatik olaraq maşını yeni sürməyə başlayan adam səhv qaçılmazdır. Mütləq. Səhv edəcək. Səhv edən adama, onun yanında oturan atasım olsun, qardaşım olsun, əmi, dayı fərq etmir. Bu dostumuz da ola bilər, qonşumuz da ola bilər. Bu siz dediyiniz səbəbdən reaksiya verəcək. Bu reaksiyada həmin öyrənən adamı daha da həyəcana salacaq, çaşdıracaq və yaxud da ki, bu siz dediyinizlə mən tamamilə razıyam, yəni qaçılmazdır bu məsələ. Bilirsiniz necədir? Tələbənin Çünki özümüz də başlayanda bunu görmüşük. Tələbənin üstünə heç vaxt qışqırmaq olmaz. Deməli, xüsusilə qadınların üstünə dərs prosesi vaxtda neyin eləsin, istənilən səhv eləsin, onun üstünə qışqırmaq olmaz. İkincisi də ki, bu adam öyrənməyə gəlib. Aydın məsələdir ki, bu sürə bilsəydi, bunun kurslarda nə işi var idi? Deməli, bunun səhvləri olmalıdır. Yaxşı müəllim əvvəlcədən bilməlidir ki, səhvlər olacaq və o səhvləri xətasız, bəlasız düzəltmə bacarığı olmalıdır. Yəni ki, skanı səhv də fırlada bilər, az qala başqa maşına da vura bilər. Təcrübəli təlimçi onu anında hiss edib, səssiz-səmirsiz onu düzəldir, tələbənin üstünə qışqırmır. Çünki qadınların üstünə qışqıranda onlarda bəzi qadınlarda, çox qadınlarda tormuzlama gedir. Yəni onlar heç nə başa düşmürlər. Onlar başa düşmürlər səndə. Bir dənə onu görürlər ki, yanındakı adam olan üstünə qışqırır. Aydın məsələdir ki, qohum qardaşı öyrədəndə pedal olmadığına görə qışqırırlar. Buna görə deməli ailə daxili konfliktlər də ola bilər. Ən əsası isə təlimin keyfiyyəti 0 dərəcəsində olur. Hər tərəfli təlim yaxşıdır. Bu dediklərimiz yeni avtomobil sürməyə başlayanlara şamil idi. Bayaq 2 kateqoriyaya bölmüşdünüz. İkinci kateqoriya isə illərdir ki, avtomobil idarə edir, qaydaları da bilir, amma yenə də özünü riskə atır. Onların səbəbi nə olur? Bilirsiniz necədir? Ümumiyyətlə maşın sürəndə, maşın sürmək nədir? Vərdişlərdir. Amma həmişəmi düzgün vərdişlərdir? Xeyr. Bəzən səhv vərdişlər insanları qəzaya salır, bəzən səhv vərdişlər insanları qəzaya salmasa da qəzalara aparır, yavaş-yavaş aparır. Cürbəcür sindromlar var. Mən bu illər ərzində sürücülərdə səhv vərdişlər, səhv sindromlar görmüşəm. Deməli, qoymaram sindromu. Nədir bu? Çox qəribə sindromdur. Deməli, fikir vermisinizmi? Siz stopda dayanmışsınız. Uzaqdan maşın gəlir. Çox yavaş gəlir, saatda 30 ilə gəlir. Görürsünüz ki, əməlli başlı məsafə var. Çıxmaq istəyəndə o adam sürəti artırır. Elə bir ki, qoymaram deyərək sürət artırır. Görmüsünüz belə şey? Yəqin ki, görmüsünüz. Ötmə əməliyyatında da özünü arxada gedir. Bəli. Sən işığı yandırırsan ki, önündəkini keçəsən. Görürsən ki, arxandakı başladı tez keçməyə səni. Bəli, bu da var. Ondan başqa bəzi sürücülər onları ötməyə gedəndə ümumiyyətlə qanun nə deyir? Qanun deyir, əgər səni ötməyə gedirlərsə, sən ötənə mane olmamalısan. Yəni minimum sürəti artırmamalısan, hətta aşağı salsan da yaxşı olar. Bəzi sürücülərimiz nə edir? Deməli, yavaş-yavaş gedir. Onu ötməyə başlayanda başlayır sürəti artırmağa. Sən sürəti artırırsan, ötməni qutarasa, o da sürəti artırır. Və özünü və səni radara salmamış sakitləşmir. Deməli, bunun yolu nədir? Əgər belə tərs adama rast gəlmişsinizsə, siz ötməyə istəyəndə sürəti artırırsa, siz ötmədən vaz keçin. Sürəti aşağı salıb qaydırıq. O sizin həmişə bir sözüm var. Qaydırıq zolağımıza. Sizin həyatınızdan çıxıb getsin bu xatalı insan, buraxın onu. Bütün xatalı sürücüləri buraxın, sizin həyatınızdan çıxıb getsinlər ki, siz sağ-salamat olasınız. Siz sürücülərdiniz. Mənə gəlir ki, adi həyatımızda da xatalı adamları uzaq durmaq lazımdır, onları uzaqlaşdırmaq lazımdır. Bəli, bu metodika həm də həyatda bizə kömək edə bilər. Bəli. Aqib bəy, belə bir fikir var ki, avtomobil idarə edəndə telefondan istifadə etmək sərxoş şəkildə avtomobili idarə etməyə bərabərdir. Eyniləşdirilir. Həqiqətənmi elədir? Deməli belədir. Dəqiq statistika məndə yoxdur ki, tam buna bərabərdir, amma ümumiyyətlə telefonla danışmaq skan arxasında çox xatalıdır. Mən tələbələrimə deyirəm ki,
Nəinki telefonu ələ götürüb danışmaq olmaz. Çünki bu qanun pozuntusudur. Axı siz bilirsiniz, maşında Bluetooth adında bir cihaz var. Yəni Bluetoothla səssiz danışa bilərsiniz. Deyirəm, onu da eləməyin. Niyə? Çünki siz maşın sürürsünüz. Bir neçə işlə məşğul olmalısınız da. Deyirəm, adamlar, maşınlar və burada hələ bir şey də əlavə olunur. Həyat yoldaşınız sizə zəng eləyir və deyir pendir al. Sən başlayırsan bir fikir də əlavə olunur ki, neçə kilo pendir alım, neyniyim və bunu deyəndə hətta mənim təcrübəm neçə ildir. Mən elə söhbət eləyəndə, kimləsə söhbət eləyəndə mən hiss edirəm ki, həminki Azur müəllim deyiləm. Yəni bir də görürəm ki, yəni qaydanı pozmuram. Amma sağa gedəsiydim, düz getdim. Fikir yayınır. Deməli, əgər 30 ilin, 35 ilin mən kimi təcrübəli sürücüsünü də yayındırırsa, gör bir ilin, yarım ilin sürücüsünü necə yarandır. Ona görə deyirəm ki, nəinki telefonu əldə danışmaq olmaz, eyni zamanda o səs gücləndirici ilə də danışmayın. Bundan başqa bir şey də, bir xatası da var. Tutaq ki, telefonla deyir, yaxşı danışmalı. Deyirəm, bu azdır. Bundan başqa telefonun səsini alın. Niyə telefonun səsini alın? İş orasındadır ki, bax, yol sürürsən. Söz vermirsən ki, telefonu götürməyəcəksən. Telefon başlayır zəng eləməyə. Zır, zır, zır. Birinci narahat ol. Əşi götürməyəcəm, Azur müəllimə söz vermişəm. Zır, zır, zır. Bay, birdən evdən olar. Zır, zır, zır. Bəlkə uşağa nəsə olub. Deməli, bu fikirlər, sən o telefonu götürmürsən, bu fikirlər ki, kimdir zəng eləyən, bu da qəzaya sala bilər. Ona görə mən deyirəm ki, nəinki telefonu götürməyin. Telefonun səsini alın. Amma burada bir problem var. Hansı Axı sizin problem? həyat yoldaşınız narahat olacaq ki, bu niyə telefonu götürmür? Ona görə əvvəlcədən həyat yoldaşınızla, mən qadınlara əsasən bunu məsləhət görürəm. Həyat yoldaşınızla fərq kəsin. 8-də evdən çıxıram. 9-15 dəqiqə qalmış işdə olacam. Bu 45 dəqiqədə mənə zəng eləmə. İşə çatan kimi mən sənə zəng eləyəcəm. Aziz müəllim deyib ki, sən telefonun səsini al. Ona görə zəng eləsən mən telefonu götürə bilməyəcəm. Çatan kimi zəng eləyəcəm. Ki narahat olmasınlar. Çünki mən başa düşürəm. İnsan yola çıxıb və telefonu götürmür. Aman Allah, nə oldu? Bu yollarla, yəni telefon çox qorxulu şeydir. İnsanların çoxsu telefonda inanırsınız ki, nəinki telefonla danışırlar. Telefondan mesajdaşanlar. O məsələni qeyd edəcəydim Aqil bəy. Yəni mesaj yazanlar var. Bir var danışasan, bir də var mətn yığasan. Sən məni sevirsən, mən səni sevirsən. Deməli, cavab, sual, bir də görürsən o məhəbbət yarımçıq qaldı. Çünki maşın getdi, dükana girdi və yaxud qəza oldu, insan həyatını itirdi. Bunu sonra da eləmək olar da. Evə çatın nə qədər istəyirsiniz mesajdaşın da. Təbii ki, təhlükə göz qabağındadır və bəli, təhlükə mənbəyidir və eyni zamanda da biz bilərəkdən bu təhlükəyə doğru gedirik, özümüzü riskə atırıq. Amma mən istədim o sualıma bir də qayıdım. Eyniləşdirmək doğrudurmu sərxoş şəkildə avtomobili idarə etməklə? Mənə elə gəlir ki, ikisi də çox ağır qayda pozuntusudur. Amma sərxoş avtomobil idarə etmək kimi ondan ağır şey yoxdur. Heç hadisə olmasa da mən onu cinayət sayıram ki, elə bil ki, bir növ cinayət sayıram. Çünki sən elə bil ki, cinayətkar necə deməli Qurbanovuna çıxdığı kimi, amma o bilə-bilə çıxır. Sürücü əgər içib yola çıxırsa, bilə-bilə yox, amma Qurbanovuna çıxır. Adam vura bilər. 2 nəfəri vura bilər, 3 nəfəri vura bilər, dayanacağa girə bilər, nə bilim, başqa maşınla toqquşa bilər. Ona görə mən bir təklifim var. Təklif ondan ibarətdir ki, o qədər qorxulu şeydir ki bu. Deməli, o qədər qorxuludur. Bunun cəzası biraz artırılmalıdır. Çünki əgər yenə də bu boyda böyük cəzalardan başqa, yenə də cərimələrdən başqa, yenə də insanlar bəziləri içib otururlarsa, deməli o cərimə azdır. Ümumiyyətlə 2 şey var sürücünü islah etmək üçün. Maarifləndirmə, hansı ki biz müxtəlif verilişlərdə siz qarışırıq, biz qarışırıq, maarifləndirmə. Deməli, Ruslarda bir söz var. Deməli, metod knuta i piralita. Bu nədir? Qoğal və qamçı. Deməli, qoğal nədir? Maarifləndirici verilişlər, insanları başa salırsan. Bu mükafat da eyni zamanda. Müəyyən insanlara təsir edir. Amma müəyyən qism insanlar var ki, onlar söz başa düşmürlər. Onlar maarifləndirmə, onlara qamçı, dırnaq içində qamçı lazımdır. Qamçı nədir? Cərimə. İçməyə görə cərimə çox böyük olmalıdır. Cərimə sürücülük mədəniyyətini formalaşdıra bilirmi sizcə? Cərimə yox. Deməli, sürücülük mədəniyyəti ümumiyyətlə uşaqlıqdan gələn bir şeydir. Sürücülük mədəniyyəti uşaqlıqdan. Deyəcəksiniz, uşaq maşın sürmə necə uşaqlıqdan gələn şeydir. Bax, bu situasiyanı nəzərdə tutun. 2 uşaq oynayır. Birinin əlində oyuncaq var. Sizin uşağınız o uşağın başına cafaz vuraraq əlindən oyuncağını, onun ayısını əlindən alır. Əgər siz bu zaman onu düzgün tərbiyə edirsinizsə, siz deməlisiniz ki, o sənin oyuncağın deyil, niyə onu vurursan? Oyuncağı qaytar. Amma ataların çoxu nə edirlər? Ha, mənim oğlum cafazı vurdu, oyuncağı aldı. Yaxşı, aldı, öyrəşdi.
ayna aldı, dovşanı aldı, böyüdü. Sizdə yolda sizin yol hüququnuzu aldı. Sizin zolağınızı əlinizdən aldı. Sizin yaşamaq hüququnuzu əlinizdən aldı. Bunlar çox əlaqədar şeylərdir. Ona görə tərbiyə o deməli uşaqlıqdan gəlir. Cərimələr qorxu, deməli o qamçı söhbəti gedir də. Qamçıdan qorxaraq, mədəniyyətə dəxli yoxdur onun. Amma qamçıdan qorxaraq bu işi görmürlər. də. Onsuz da- cərimədən qorxaraq. Onsuz da Təsiri var amma. sürücülük mədəniyyəti olan şəxslər onlar cərimələnmirlər və yaxud da ki, çox nadir hallarda bir çox səbəblərdən ya fikri yayınır, ya hansısa bir öyrəşdiyi bir yol olur, gözündən qaçırdığı yeni bir işarəmi olur, qaydanı pozur. Təsadüf nəticə. Təsadüf nəticəsində, bəli, bu da ya ildə bir dəfə olar və yaxud da 2 ildən bir olar. Amma çox sıx-sıx qayda pozuntularını edən adamlar, onların əksəriyyəti də bilərəkdən edirlər. Məsələn, düşünmürəm elə bir sürücü olsun və bilməsin ki, qırmızı işıqda avtomobilinə keçmək olmaz. Razıyım sizə. Amma qırmızı işıqda dəfələrlə mən şahid olmuşam. Hələ məndə avtomobildə xüsusi cihaz yoxdur ki, həmin o görüntüləri çəksin. Bilərəkdən qırmızı işıqda o yolu keçirlər. Bəzən olur ki, yaşıl işığın yanıb söndüyü bir məqamda sürətini tənzimləyə bilmir, sarı işıqdan keçir. Müəyyən mənada Bunu başa düşmüyor. başa düşmək olar və yaxud ki, demək olar ki, burada bəraət getmək yeri olar. nə cürsə güzəştə getmək olar. Hərçənd ki, sarı işıqda keçmək belə o da qayda pozuntusuna Bir şamil halda olur. sarıya keçmək olar. Əgər sən kəskin tormuz verəcəksənsə, onda sür get. Amma onun da yolu var. Sən niyə kəskin tormuz Axı verəsən? saniyə var, yanıb sönür. Sən bəli. Saniyələr var. Sən sürəti yavaş azar ki, ehtiyacın olmasın da kəskin Doğru, doğru. tormuz. O çox nadir bir hallardadır və Bəli. situasiyaya görə dəyişir. Amma bir çox hallarda baxırıq, qırmızı işıq var, yaşılın saniyəsi azalıb. Amma avtomobil elə gəldiyi sürətlə də gedir. Ya kimdənsə qaçır, ya qırmızı rəngləri seçə bilmir. Nədir problem bilinmir, amma bunun sonunda bir faciə var. Ola bilər bir dəfə hadisə qırmızı işıqdan keçdin, hadisə baş vermədi. 2 dəfə baş vermədi. Bu 3-cü dəfədə mütləq baş verəcək və kiminsə faciəsinə səbəb olacaqsan özündən savayı. Sözünüzün qüvvəti bir sindromu da deyim. Sözünüzün qüvvəti. Mənə heç nə olmaz sindromu var. Maa heç də olmaz. Deməli, xalq arasında buna maa heç də olmaz. Yəni, hamıya nəsə ola bilər. Mən qırmızıya keçsəm də heç nə olmaz. Hamı döngədə sürəti artırsa aşa bilər. Mənə heç... İnsanların bəziləri ürəkdən inanırlar ki, onlara heç nə olmaz. Yəni, deməli, çox qəribədir. Deməli, göy məqlət hadisəsidir. Döngədə hadisə olub. Deməli, maşınlar bilirsiniz, o dəqiqə bizdə dayanırlar. Və telefona çəkən kim, müzakirə edən kim. Canlı yayım açan kim. Daşıyan da müzakirə edirlər. Sürəti artırdı, aşacaq da. Sürəti artırında adam aşar da. Ondan sonra maşına otururlar. Növbəti döngədə həmin sürətlə, hansı ki o biri maşın aşmışdı. Həmin sürətlə keçirlər, güc bala ilə qəzadan qaçırlar və yaxud qəzaya düşürlər. Mozalanda elə bir səhnə var. Mənə heç nə olmaz sindromu. Mozalanda elə bir səhnə var. Xatırlayırsınız Yaşar Nuri metrodan çıxanda Bəli. önündən gedən o qapını buraxır, dəyir ona. Kamera qarşısında çıxışı vardı. Onun şikayət edir ki, olmaz mədəniyyət, arxada gələn var. Özü kadrdan çıxır, qapını buraxır, arxadakına dəyir. Ay sağ ol. Yəni bir növ səhvi görürük, amma eyni səhvi də biz təkrar edirik. Mən ayırmıram özümüzü. Hamı ətrafda, özü hamı şikayət, çoxsu şikayət edir ki, hamı pis sürür, pis sürür. Özü də pis sürür, amma özünü saymır. Elə bil ki, bu ayrıca bir insandır da, buna olar. Hamıdan şikayət edir, həmin səhvləri özü təkrar edir. Çox qəribə sindromdur. Aqil bəy, son illər şəhər yollarında sürət həddinin aşağı salınması amilinin şahidi olduq. İstər bu magistralda, istərsə də şəhər mərkəzindəki bəzi küçələrdə. Nə müşahidə etdiniz? Siz demək olar ki, hər gün Bakı yollarındasınız. Bəli. Həmin o sürət həddinin aşağı salınması qəzalara necə təsir etdi? Bilirsiniz necədir? Bəzi küçələrdə bu kömək eləyir qəzaların salmağına. Məsələn, aeroport, deməli, aeroport şosesində əvvəllər 120 idi. Əlbəttə ki, bizim bəzi sürücülərin sərişləsinə görə 120 çox idi. Və siz özünüz bilirsiniz ki, bəziləri su istifadə eləyib. Bizdə necədir? 120 idirsə 129 ilə gedənlər var. 60-dırsa siz bilirsiniz ki, hətta 60-dırsa 69 ilə gedəndə cərimə yoxdur. Amma qayda pozuntusudur. Cəriməsi olmayan qayda pozuntusu olmaz. Ona görə 120-də 129 gedirlər. Sonra saldılar deyəsən 100-ə indi 90-a. Bax, orada mən razıyam ki, 90-a yaxşıdır. Amma elə yollar var ki, sürətin azalması belə yola uyğun deyil. Məsəl üçün, o küçənin adını bilmirəm, amma deyim sizə. Elə bil ki, Koroğlu metrosundan körpü ilə qalxırsan, dairədən gedirsən Niyali tərəfə də, yəni o tərəfə. Həmin yolda sürət 50-dir. Yol enli, 3 solağı hər tərəfdə. Sorat 50. Bax, Radar da var orada. radar elə qəşəng çəkir. Elə rəhni şəkillər çəkir. Yox. Deməli, çox keyfiyyətli şəkillər çəkir. Amma ağ-qara çəkir. Bir dəfə də məni çəkib. Nə dərsə olur, biz o qədər
qəşəng yaxşı yoldur ki, istərsən bir də gördün yaddan çıxıb, məsəl ki, bir balaca qaza basın, artıq 61-dən. Halbuki orada 60-lıq normal sürətdir də. Mən demirəm 80 olsun, 90. Amma inan ki, 50 orada azdır. Yəni o tərəfi də var, bu tərəfi. Elə yollar var ki, sürətin azalması qəzaların sayını azaldır. Elə yollar var ki, tıxacın sayını artıra bilər. Sürət aşağı düşdükcə yolun buraxma qabiliyyəti azalır. Təbii ki, avtomobil varsa burada sürət qaçılmazdır və xüsusən də sürətli avtomobillərə sürücülərin bir xüsusi marağı var. Hərçənd ki, mən öz nümunəmlə, yəni subyektiv fikrimi deyəcəm, mən çalışıram ki, sürət həddini nəinki tələb olunan, məsələn, 50-lik yoldursa çalışıram 40-dan yuxarı sürməyim. Bu bilmirəm, yaşdan irəli gələn məsələdir. Amma deyim ki, sol zolaqla getmirəm. Yəni bir çox hallarda dostlar, tanışlar deyir ki, sol zolaqda gedirsən, xeyr. Əlavə edirsən. Ən sağ zolaqda, təbii ki, orada avtobus zolağı varsa, ondan sonraki zolaqda, amma situasiyaya görə dəyişir. Bəzən elə yer olur ki, sən bir balaca sürəti artırıb həmin o hadisədən sivişib keçməlisən. Amma son baş verən hadisələr, bu xüsusilə də maarifləndirmə istiqamətində sosial şəbəkə üzərindən yayılan kadrlara baxandan sonra mən səmimi deyəcəm, mən qorxuram. Hadisə törətməkdən qorxuram. Və bu qorxu mənə ehtiyatlı davranmağa vadar edir. Və düşünürəm ki, yanaşma belə də olmalıdır. O səbəbdən də bəzi yollarda sürət həddinin aşağı salınmasının mən necə deyərlər, iki əllə tərəfdarıyam. Amma siz dediyiniz nümunələr var ki, elə yerlər var ki, orada sürət həddinin aşağı salınması bəlkə də sıxlığa səbəb ola bilər. İndi bunu necə deyirlər, bu xüsusi bir ölçülməlidir. Mütəxəssislər bunun üstünə bir necə deyirlər, müşahidələr aparmalılar, araşdırma aparmalılar və qərar verməlilər. Amma bəzən də gələn rəylər əsasında elə yerlər olur ki, orada bir balaca sürət çox olmalıdır. Deməli, bayaq bir söz dediniz ki, siz 40-50 ilə sürürsünüz. Mənim 35-40 il təcrübəm var. Siz inanırsınız, mən şəhər içində 30-40-50 ilə sürürəm. Yəni, aeroport şosesindən getmir də, o da 90-dır. Təbii ki. Əgər tələsmirəmsə, hətta 70 zolağına da gedə bilərəm. Yəni, burada bir ayıblı şey yoxdur. Ayıblı nədir? 2 gündən bir qəzaya düşmək. Kimisə ocağını söndürmək. Ayıb yox, cinayətdir bu da. Kimisə ocağını söndürmək. Ona görə və ətrafda qayda pozan sürücülər olduğuna görə şəhərdə 60-lıq yolda bəzən 60 getmək olmur. Oradan biri çıxır, buradan biri çıxır, buradan piyada çıxır. Razısız yoxsa yox. Özlə avtobusların deməli bütün dünyada ümumiyyətlə bütün dünyada piyadalar sürücüdən, maşından qorxurlar. Biz yeganə ölkələrdənik ki, sürücü piyadadan qorxur. Piyada heç nədən qorxmur. Çox özünü qoruma hissi tipdir. İrəliləyən dəqiqələrdə bu haqda da danışacağıq. Mən istərdim elə hələ ki bu avtomobillə bağlı, sürücülərlə bağlı məsələlərin üzərində bir balaca qalaq. Yəqin ki siz həmin avtomobil markalarını tanıyırsınız ki, zavod avtomobili istehsal edib, amma dönmə işıqlarını unudub. Yəni bahalı maşındır. Dönmüş var mı? Dönmüş unudub. Yəni yaşanmış hadisədir. Deməli, Aqil bəy, bir dəfə yolla gedirəm. Baxıram ki, önümdə gedən avtomobil qətiyyən dönmə işığından istifadə etmir. Təbii ki, mən onu yaxınlaşıb, ya kobud şəkildə, ya biraz emosional desəm ki, ay qardaş, niyə dönmə işığından istifadə etmirsən? Qarşımdakı insanı bilmirəm, hansı əhval-ruhiyyədədir. Mənə hansı reaksiyanı verə bilər? Bu, aramızda konfliktə səbəb ola bilər və s. və ilə axır. Ona görə mən yaxınlaşdım, təriflədim avtomobilini. Dedim, qardaş, sənin nə gözəl avtomobilin var. Yeni də avtomobiliniz. Siz çox gözəl avtomobil idarə edirsiniz, avtomobiliniz var. İli nədir, nə bilim, motoru nədir, nə bilim, nə qədər yandırır. Dedim, amma deyəsən, bu istehsalçı ölkə bir şeyi səhv eləyib. Dedi, nə səhv? Dedim, dönmə işıqlarını qoymayıb. Dedi, var. Dedim, onda işıq pulu yazmır ki, bayaqdan gələn bunu yandır da. Qardaşın ürəyə getdi. Dedi, hə, bax, mənə heç vaxt belə dərs verən olmamışdı. Təbii ki, bu situasiyaya görə dəyişir. Yolda gələndə bu qədər uzun diyaloq qurmaq olmur. Amma düşəndə mən düşünürəm ki, bax, bu cür yanaşmalarla eyni zamanda maarifləndirici söhbətləri dinləməklə, baxmaqla sürücülərimiz özlərində olan bu mənfi xüsusiyyətləri aradan qaldıra bilərlər. Bir şeydə daha doğrusu sizlə tam razıyam. Bir şeydə xüsusi qeyd etmək istəyirəm ki, aqressiv irad mütləq aqressiv cavab gətirir. Ona görə insanlara əgər nəsə bir tövsiyə edirsənsə, onu aqressiv eləmək lazımdır. Mən videolarımda bilməm, baxmısınız mənim videolarıma. Baxırıq, izləyirik, bəli. Məndə aqressiya yoxdur. Yəni bu bunu niyə elədi, nə elədi, yox. Filan maşın məsəl üçün dönmüşlərini yandırmadan keçdi və salam. Aydın məsələdir ki, qayda pozub. Yəni hətta efirdə də mən istəmirəm aqressiya olsun. Yəni o videoya baxanlar
aqressiyadan narahat olsunlar. Amma Yalnız sizdəki mənim- emosiyadır. Hə? Sizdəki emosiyadır. Yəqin ki, yəni başa düşdünüz də siz məni. Bəli, Yəni, bəli. Demək istəyirəm ki, aqressiyadan mən uzağam və siz çox gözəl psixoloji bir addım atmısınız ki, siz ona qayıdıb desiniz, dönmüşləri niyə yandırmamısan? İnanın cavabı 99% əcəb eləmişəm olacaqdır. Aqil bəy, səmimi söhbətimiz davam edir və siz özünüz də dediniz ki, təlimlərə, məşqlərə, sürücü təlimlərinə gələn yeni sürücülərə siz də səbirli yanaşırsınız. Onların üstünə qışqırmırsınız, onları rahat olmaq üçün şəraiti yaradırsınız ki, onlar avtomobili də çox rahat şəkildə idarə etsinlər. Bu yerdə mən istərdim ki, avtomobili yeni sürməyə başlayan həmin o sürücülərə ilk tövsiyəniz, məsləhətiniz nə olur? Təlim barədə yoxsa ümumiyyətlə? Fərq etmir, avtomobil idarə edəndə bir sürücüyə Deməli, məsləhət birinci verirsiniz. növbədə bilirsiniz necədir? Bu kursların özəlliyi ondan ibarətdir ki, yalnız yol hərəkəti, quru yol hərəkəti, yalnız qaydaları yox, yalnız sürmək yox, eyni zamanda deməli psixoloji amillər barədə bunlara məlumat verir. Mən deyirəm ki, siz maşını düşünə-düşünə sürməlisiniz. Əl, ayaq bunlar tez düzələn şeydir. Sükanı düzgün fırlatma. Bunlar düzələn şey. Amma sizin beyniniz düzgün komandalar verə bilməyəcəksə, siz maşın sürmək nədir? Maşın sürmək başdan ayağa qərar qəbul etməkdir. Hər an sən qərar qəbul etməlisən. Amma hər hansı qərar yox. Hər situasiyada yeganə düzgün qərar qəbul etməlisən. Ona görə siz düşünə-düşünə avtomobili sürməlisiniz. Bundan başqa qəzadan qorumaq üçün heç vaxt fikirləşməyin ki, bəzi sürücülər niyə, məsəl üçün, onlara deyirəm, niyə görə qəzaya düşürlər? Hətta 10 ilin sürücüsü qəzaya düşür. Bəzi sürücülərdə belə bir şey var ki, mən qayda ilə sürürəmsə, o biri də canı çıxsın qayda ilə sürsün və salam, qayda ilə sürmür, özü günahkar. Əşki, özü günahkardır. Bu qəzada sən vaxtını itirəcəksən, ustanın yanında vaxt itirəcəksən, əsəbləşəcəksən, yol polisini gözləyəcəksən, deməli, sığortanı gözləyəcəksən, neçə gün vaxt itirəcəksən, ustaların yaxın dostu olacaqsan, sənə bu lazımdırmı? Yəni, bəziləri ürəkdən inanırlar ki, o günahkardır da, yox. Sən özü qoruya sürməlisən. Deyir ki, biri ehtiyatsız olanda biri od olanda biri su biri od olanda biri su olar. Biri od olanda biri su olmalı. Sən, deməli, Rusların bir sözü var, deməli, o pis oğlanın əvəzinə də fikirləşməlisən. Təcrübəsi belədir. O pis oğlanın berindəki, qabağındakı, arxandakı, o pis oğlan qız da ola bilər də, yəni demək istəyirəm. Piyada da ola bilər. Maşın sürücü də ola bilər. O pis oğlanın da yerinə fikirləşməlisən. Onun səhifini də düzəltməyi bacarmalısan. Onda sən həmişə evə sağ-salamat çatarsın. Bax, birinci tövsiyəm bu olur. Bax elə siz danışdığınızda yadıma düşdü. Bir neçə ay yanvarın ilk 10 günlüyü idi. Səhv etmirəmsə yanvarın 8-i idi. Mənim avtomobilimdə mən tərəfdəki güzgünü bir yük avtomobili sıxdı və vurdu, sıradan çıxartdı. Çəkilişdən sonra İsmail mənim yadıma sal, sığorta şirkətinin adını çəkmirəm, sığorta şirkəti ilə əlaqə saxlayım. Neçə müddətdir ki, ödənişmə eləmir. Yəni mən də gərək ki, məcbur gözləməliyəm ki, ödənişmə eləsinlər, həmin o avtomobili aradan çıxardı. Bu nümunəni niyə çəkdim, yadıma düşmüşkən? Baxın, siz dediyiniz kimi, zaman itirirsən, gedirsən müəyyən mənada bu içkili olub-olmadığını müəyyənləşdirmək üçün test verirsən, vaxt itirirsən sonra, kağız var, bunun qayda prosedurlar var ki, səndən zaman alır. İndi bunun bəli. İndi bunun təmir prosesi də olacaq ki, o da mənim zamanımdan gedəcək. Bu gün insan üçün ən dəyərli olan vaxt. Bəli, vaxtı düzgün dəyərləndirmək lazımdır. Bir balaca səbirli olsaq, elə həmin hadisədən mənim başıma gələn hadisəni mən özümə də deyirəm. Orada bəlkə də ani bir səbirli olsaydım, mənim də o güzgüm sıradan çıxmazdı, elə olacaq imiş. Biz isə qaydaq yenidən söhbətimizə. Sizin, mən şahid olmuşam, xanımlara bir tövsiyəniz olur. Xüsusən də ailə qurmağa yeni hazırlaşan xanımlara. İstərdim ki, elə onu hardan başlamalıda da nümunə çəkəsiniz. Yeni ailə qurmağa hazırlaşan xanımlar bəy seçimində hansı detala xüsusi önəm verməlidir? Hə, diqqətlə baxmısınız. Bəli, doğrudan da belə bir şey var. Deməli, belədir. Söhbət nədən başlayır? Birinci izahatını verim. Bəzi insanlar həyatda özlərini mədəni aparırlar. Yəni, rola girirlər. Həyatda rola girə bilirlər. Amma çox maraqlı bir şey var ki, sükan arxasında rola girə bilmirlər. Mədəniyyəti aşağı olan adam, agresiv adam sükan arxasında o dəqiqə dəyişir. Sən onunla danışırdın bu dəqiqə. Sükan arxasında oturanda sən onu tanıya bilmirsən. Ona qışqırır, buna qışqırır, xırda bir səhv üstündə az qala deməli davaya girir. Buna bir vaxt nə bilinər, deməli sükana tez-tez qapaz vurur. Siqnal verir. Qapaz vurur. Deməli, qadınlara mən həmişə nə məsələ görürəm. Tutaq ki, sizi
cavan qızı bir oğlan istəyir. O qədər mədənidir, gül gətirir. Siz, biz belə danışır. Artıq fikirləşirsən, görürsən doğrudan bu belədir. Gedim ona, getməyim ona, nişan gətirsin, elçi gəlsin yoxsa yox. Test drive, test drive. Hə, onu yoxlamaq üçün test drive lazımdır. Test drive nədən ibarətdir? Onun maşını varsa, yəqin ki, çox adam bu dəqiqə maşını var da. Deməli, ondan xahiş edin ki, sizi xalanız gidə ya əminiz ilə aparsın. Bir dənə xahiş edirsən, heç bilmir ki, nəyə görə. Və o yol boyu ona fikir verin. Əgər o agresivdirsə, ona buna başlayıbsa qışqırmağa, bilin ki, günlərin bir günü o sizə başlayacaq qışqırmağa. O sikana tez-tez qəfas vurursa, bilin ki, o qəfas sabah sizə də deyəcək. Yəni ki, bu tam insanın iç yüzü açılır. Yollarda mən tələbə bu məsləhəti görürəm ki, gələndə artıq qərar verəcəksiniz. Yollarda da gedəndə tələbələrə deyirəm ki, deməli, qabaqda gedən maşının 2 dərəcə mən onun arxasınca gedim, artıq onun necə insan olduğunu mən biləcəm. Onun hərəkətlərindən, əl qol atmağından və yaxud göy verməyindən. Bax, böyle bir şey var. Test drive adlanır. Bəli, təşəkkür edirik bu tövsiyəyə görə, bu məsləhətə görə, amma istərdik ki, bizi izləyən sürücülərimizə şəhərin hansı hissəsində avtomobil idarə edərkən daha diqqətli olmağı tövsiyə edirsiniz? 20 yanvar biraz düzəlib, setapor qoyulduqdan sonra. Amma 3-cü mikrorayonun dairəsi, məsələn, elə yerlər var ki, dairələrdə əsas problem yaşanır, dairələrdə. 3-cü mikrorayonun dairəsi, başqa dairələr. Niyə? Dairələrdə, bilirsiniz, bəlkə də dairələrin vaxtı artıq keçib. Dairələr özlərinin doğrulduğudur, maşınlar az olanda. İndi kvadrat mı olsun, necə olsun, nə məsləhət görürsünüz? Svetofor olsun məsələn. 20 yanvarda niyə düzəlib? Çünki svetofor var. Sarı zolaq Dairələrdə var. svetofor olsa yaxşıdır. Niyə görə? İzah edin. Əvvəllər dairədəkini buraxmalısan, düzdür? Əvvəllər maşın az idi. Üçünü buraxırdın, sonra yol boşalırdı, gedirdin. İndi bağışla məni, gəlir. Tam qanunları riayət etmək üçün axşama kimi orada gedir. Özdə ki, Aqil bəy, bayaq dediyiniz məsələ. Dairələr öz vaxtını itirib. Görürsən ki, sən keçə bilərsən, o da görür ki, sənə yol verə bilər, gəldiyi sürətlə gedə bilər. Amma səni görən kimi o da sürəti artırır. Qoymaram sindromu. Bundan başqa deməli dəvə quşu sindromu var. Bundan qorumaq lazımdır. Bu nə sindrom? Xatalıdır. Nədir bu da? Bu da izah edəcəm. Dəvə quşu sindromudur. Bu dəvə quşu təhlükə olan kimi bədəni böyükdür də. O balaca başı var ha. O da ki torpağa salır. Və elə bil ki daha təhlükə yoxdur. Bədən qalıb bayırda, amma elə insanlar var ki, onlar deməli stopdan çıxır da, düzdürmü? Sənə baxmır. Sən artıq yaxınlaşırsan, az qala deyir, deməli sənə baxmır və avtomobili stopdan çıxardır və elə də gedir. Bəzi adamlar elə bilirlər ki, əgər mən baxmıramsa, əgər mən təhlükəni görmürəmsə, mənə nə olasıdır? Bu elə də o dəvə quşu sindromu. Bu piyadalarda da var. Görmüsən elə ki, deməli yolu keçir sənin qabağından. Sən tərəfə baxma. Deməli yol keçən adam sən tərəfə yox, özə perpendikulyar yox, diagonal üzrə keçir və sənə baxmır. Çox qəribədir. Yolun ortasına çatanda indi sağa baxmalıdır. İndi də belə keçir. İndi də sola baxır və bu əsl dəvə. Birə belə eləmirlər. Yəni bizə də baxaram. Baxmaq nə deməkdir? Yola baxmaq müəyyən qərarlar qəbul etməlisən, səni buraxmalısan, məni buraxmalıdır. Baxmıram, görmürəm, sürürəm, biri dəli olar, biri ağıllı olar. Onlar məni hamısı buraxsınlar. Başa düşürsünüz, belə bir şey var. Yol mənimdir. Hə, bu da təhlükəyə salır. Yol mənimdir prinsipləri Belə var. yerlərdə çox ehtiyatlı olmalı. Bir də müşahidə etdiyim sürücülər var. Təbii ki, burada biz danışırıq. O demək deyil ki, biz idealıq. Bayaq dediyim kimi bizim də qaydanı pozduğumuz hansısa məqamlar olur. Mən öz adıma deyim bunu. Amma bu dediyimiz mütəmadi deyil. Biz haqqında daha çox danışırıq. Həmin o insanlardır ki, tez-tez qayda pozuntularını yol Əlavə verir. edeyim. Deməli, söhbət həmişə mən ümumiləşdirmədən uzağam. Qoyun deyim, bir dəfəlik siz də bilin. Ümumiyyətlə biz adətən qayda pozanlar insan gözünə çox girdiyinə görə ondan daha çox tanışırıq. Amma ümumiyyətlə faiz etibari ilə dəqiq statistika deyə bilmərəm, mən gördüyümdən. Hardasa 50%-dən 70%-ə qədər normal sürənlər var. Düzdür. 15-20% pis sürənlər var. 50%, 40% ideal çalışırlar sürməyə. Bir 20% var. Onlar nə ondandır, nə bundan. Yəni ki, onlar normal halda normal sürürlər. O ki, o 20% var, qaydaları pis sürənlər. Onlar vəziyyəti qatışdıranda bunlar hövsələdən çıxıb qoşulurlar onlara. Öz tərəfimizə çəkməliyik onları da və bu yerdə ona görə bu söhbətləri. bəli, tamamilə doğrudur. Bir məqamı da qeyd eləmək istəyirəm. Daha çox yaşlı insanlar, xüsusən də müşahidə eləmişəm, 65 yaşın üzərində olan insanlar güzgülərdən istifadə etmirlər Aqil bəy. Müşahidə etmisinizmi, yoxsa mən yanılıram? Eləsini də görmüşəm, eləməyəni yaxşı sürücünü də görmüşəm. Mən ümumiyyətlə nə deyə bilərəm?
iş arasındadır ki, məsəl üçün, yaş söhbəti o qədər təsir eləmir necə? İnsan nə qədər tez maşın öyrənmək istəsə, o qədər yaxşıdır. Tez, cavan vaxtda öyrənmək yaxşıdır. Yaşlandıqca çətin olur. Öyrətmək də çətin olur. Oraya güzgülərə də baxmaq çətin olur. Ona görə mən insanlara məsləhət görürəm ki, cavan yaşından maşın sürmək öyrətsinlər. Amma bir dənə nüans var. Əgər sən cavan yaşından yaxşı sürməyi öyrənmisənsə, həyatının sonuna qədər yan güzgüyə baxırsan, yəni vərdiş söhbəti var. Vərdişi atmaq çox çətindir. Sigareti atmaq çətindir. Eləcə də pis vərdişi atmaq çətindir. Amma səni yaxşı öyrədiblərsə, istəyir 50, 60, 65, 70, həyatının axırına qədər normal sürəsin. Yox, cavanlıqdan öyrənməmisənsə, gec öyrənmirsən və yaxud cavanlıqda müəllimi yaxşı olmayıbsa, 30-da da güzgüyə baxmırsan, 50-də də güzgüyə baxmırsan, 65-də də güzgüyə baxmırsan, vallahi elə adamlar var ki, maşın sürməsi ondan yaxşıdır. İndi isə bir balaca piyadalar məsələsinə toxunaq. Bayaq bir kiçik incə toxunuş etdiniz həmin o piyadalar mövzusuna. Nə müşahidə edirsiniz? Bizim piyadalar avtomobillərdən qorxurlarmı, çəkinirlərmi, ehtiyat edirlərmi? Adına nə qoyuruq qoyaq? Elədirmi həqiqətən, yoxsa tamamilə əksinə? Yəni bizim piyadalar sürüb maşından qorxmurlar, çəkinmirlər. Yenə də deyirəm, normal piyadalar əlbəttə var, amma gözü görünən qaydaları pozanlardır. Deməli, insanların bir qismində, insanlarda, canlıda, ümumiyyətlə istənilən canlıda özünü qoruma hissi olmalıdır. İnanın ki, insanların bir qismində, hamıda yox, özünü qoruma hissi itibdir. Deməli, yolu elə keçirlər ki, maşından qorxmurlar. Yenə də deyirəm, bizim ölkə elə bir yeganə az ölkələrdəndir ki, biz sürücülər piyadadan qorxuruq, onlar bizdən qorxmurlar. Və bir neçə il bundan əvvəl və olan psixologiyası barədə demək istəyirəm. Nə fikirləşirlər ki, bunlar belə eləyirlər. Bir neçə il bundan əvvəl bir süjet var idi televiziya kanallarının birində. Deməli, texnikum versə, o vaxt başqa cür adlanırdı. Mən də həmin yeri qurtarmışam, avtomobil fakültəsini. Onun qabağında texnikum vermişsinin yanında yeraltı keçid var. Oradan cavan bir tələbə yolu keçirdi, üstdən keçirdi. Qız müxbir saxlayır və ona sual verir. Siz aşağıda deməli Keçid var. niyə keçmirsiniz? Yeraltı keçid. Axı sizi maşın vura bilər. Nə cavab versə yaxşıdır. Çox qəribə bir verər cavabını, deməli səni maşın vura bilər axı. Bir vurar, cavabını verər. Nə qədər primitiv bir söz. Vurar, cavabını verər. Yəni səni maşın vurandan sonra, sən o dünyaya gedəndən sonra, sən şikəst olandan sonra, sənin bütün puanların puç olandan sonra, Həyatın məhv onun olması. özü sənin günahından və yəni buna görə günahsız sürücü cəzalanırsa, sənin marağın nədir? Yəni, amma belə fikirləşən adamlar var. Sürücüdür, canı çıxsın, məni gözləsin. Belə fikirləşirlər. Necə gəldi keçirlər. Və belə. O zaman gəlin piyadalar da tövsiyələr verək. Nə tövsiyə edirsiniz bizi izləyən piyadalara? Ümumiyyətlə hər birimiz əslində avtomobildən düşən kimi piyadayıq. Bildiyimiz bir çox şeylər var, amma bəzən unuduruq. O unutduqlarımızı bizə xatırlat. Məsləhət görürəm ki, deməli, ən çox qayda pozuntusu nədir? Bunlar ictimai nəqliyyatdan düşəndə, deməli, onsuz da qayda pozurlar da, piyada keçiddən getmirlər çoxsu. Çoxsu getmirlər. Əslində, maşından düşərək, avtobusdan düşərək piyada keçidinə getməlilər. 50 metr orada, 30 metr burada. Siz bilirsiniz ki, piyada keçidi avtobus dayanacağının da qabağında olmamalıdır. Niyə? Avtobusun qabağından keçəni maşın vura bilər. Onlar getmirlər. Amma onlar avtobusun heç olmasa qaydanı pozaraq arxasından çıxsalar, biz sürücülər onları görərik. 10 nəfərdən 8-i avtobusdan düşəndən sonra arxasından yox, qabağından çıxırlar. Çıxırlar sözünü mən demək istəmirəm. Niyə görə? Çıxırlar yavaş-yavaş çıxmalıdır. Güllə kimi yola açılırlar. Güllə kimi açılırlar. Birinci növbədə məsləhətim budur ki, eləməyin belə. Avtobusun qabağından tullanmayın bir. Ağaclar var. Ağacların arxası görünmür. Köllər var, hansı ki ayaqlarınız görünmür heç olmasa. Oradan güllə kimi yola atılmayın. Axı bu biz necədir? Bilməm, yəqin ki sürücü olana qədər çoxları mənə deyir ki, Acı müəllim, mən piyada olanda çox pis keçirdim yolu. Siz mənə maşın sürməyi öyrədəndən sonra mən başa düşdüm ki, sürücünün işi nə qədər çətindir. Mən tamamilə başqa cür yol keçirəm. Mən tamamilə mənim ehtiyatlı olmuşam. Yəni, yəqin belə bir şey var ki, piyada sürücü olmamış, sürücünü başa düşmür. Deməli belə. Amma sürücü piyadanı başa düşmərdir. Niyə? Axı özü piyada olub. Düşünürəm ki, burada empatiya hissi Olmalıdır. çox güclü İnsanlar başa olmalıdır. düşmək Bəli, lazımdır. sürücü olanda maksimum ehtiyatlı olmalıyıq. Çünki əyləşdiyimiz maşını, avtomobili idarə edən bizim məsuliyyətimiz daha böyükdür. Ona görə həm piyadanın yerinə, həm də öz yerimizə düşünməliyik. Eynilə də piyada olanda ki, avtomobili
ani nasazlıq baş verə bilər. Ona görə maksimum ehtiyatlı olmalıyıq. Təşəkkür edirik Saqil bəy, dəyərli fikirlərinizə görə. Sonda deyəcəkləriniz varsa, bir də hansı tövsiyəniz varsa eşidirik. Sonda bir deyəcəyim var ki, siz məni dəvət etdiyinizə görə ürəkdən sizə minnətdarlıq bildirirəm. Əgər bu verilişə baxan 10 nəfərdən heç olmasa 3-4 nəfəri nəticə çıxardacaqsa, bu bizim sizlə böyük qələbəmiz olacaq. Təşəkkür edirik. Biz də bunu ümid edirik. Uğurlar arzu edirik sizə. Sağ olun. Dostlar, Hardan Başlamalının bugünkü qonağı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov idi. Yenidən görüşəcəyik. Sağ olun.